Son zamanlar ali təhsilli şəxslərin hərbi xidmət müddətinin azaldılması ilə bağlı təkliflər səslənir. Belə ki, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ali təhsilli şəxslər hərbi xidmətə başlayandan sonra bir il müddətində öz ixtisaslarına dair bilik və vərdişlərini unuda bilirlər ki, bu da arzu olunan hal deyil. Onun fikrincə, ali təhsilli şəxslərin hərbi xidmət müddəti daha qısa, yəni bir il deyil, 9 ay, 6 ay, hətta 3 ay olması mümkündür. Bəs vətəndaşlarımız bu haqda necə düşünür? Universitet dövründə öyrəndiyi biliklər, o ki, əldə elədiyi bilikləri, o bir il müddətinə hansı ki, o uşaqlar gedir hərbi xidmət dövründə mühit dəyişikliyinə görə ola bilsin ki, unuda bilər. Amma onun da, hərbi xidmət də vacibdir ki, o demirəm 3 ay olsun, amma 6 ay olmağı, ali təhsillər üçün 6 ay, orta təhsillər üçün 1 il müddətinə hərbi xidmətin olması, mən bunu yüksək qiymətləndirirəm. Nəyə görə? Çünki 1 il müddətinə ali təhsili olmayanlar üçün əlverişlidir. İndi şükür Allaha ki, torpaqlarımız azaddır. Allah cənab prezidentimizi, ordumuzu var eləsin, şəhidlərimizə rəhmət. Amma 6 ay müddətinə ali təhsillərimiz üçün ümumiyyətlə onlar gəlib zaten xidmət eləyəcəklər də. 6 ay müddətindən sonra gəlib bizim dövlətimiz üçün, millətimiz üçün xidmət eləyəcəklər.